Salam dostlar. Bugün sizlə çalışacağım. Türkiyədə son günlər baş verən hadisələr haqqında fikirlərimi bölüşüm. Qeyd eləmək istəyirəm ki, çox təəssüf ki, Türkiyədə bir qrup insan, hətta belə deyərdim, böyük bir kütlə bugün iqtidara qarşı ayaqlamış durumdadır. Bunun da təbii ki, bir çox səbəbləri var. Həm bu daxildə olan iqtisadi, siyasi məsələlərdən irəli gəlir, həm də ki, xaricdən belə deyim, Türkiyədə olan proses idarə olunur. Yəni bunu da xüsusi qeyd eləmək istəyirəm. Nəzərinizə çatdırmaq istəyirəm ki, Türkiyə olduqca çox siyasi baxımından qarmaşıq bir coğrafi ərazidə yerləşir. Çünki Türkiyədə həm İsrailin, həm Qərbin, həm Rusiyanın maraqları var. Və bu maraqlar həm dini, həm siyasi, həm də iqtisadi baxımdan dəyərləndirmək olar. Və bugün bu məsələlərin bu cür belə deyim, nəticələnməsinin əsasında isə iqtidarın uzun müddət hakimiyyətdə qalmasıdır. Təbii ki, bu bəzi baxımdan insanları qıcıqlandırır. Artıq bir neçə dönəmdir ki, Erdoğan hakimiyyətdədir. AKP iqtidarı təmsil eləyir. Bu belə olmalıdırmı? Təbii ki, deyil. Yəni, əgər demokrasiya baxımından məsələyə yanaşırıqsa da, qərb nöqteyi nəzərindən, qərb dəyərləri nöqteyi nəzərindən məsələyə münasibət bildiririksə, onda uzağı bir-iki seçimdən sonra mütləq şəkildə Cumhurbaşqanı dəyişməlidir, AKP başqa digər partiya ilə əvəz olmalıdır. Amma bu məsələ müəyyən səbəblərdən hələ ki belə cəryan eləyir. Təbii ki, bunun da bir çox həm siyasi, həm də milli müdafiə məsələsi baxımından əsasları var. Yəni, bunu da xüsusi qeyd eləmək lazımdır. Yəni, qeyd eləmək lazımdır ki, mən biraz da əvvəl qeyd elədim ki, xüsusən Qərbin, Rusiyanın və İsrailin burada böyük maraqları var. Bunun marağında dedim ki, həm siyasi, həm də dini faktorlar durur. Bunlar hamısı ayrı-ayrılıqda başqa-başqa mövzulardır. Bunlar haqqında ayrı video çəkmək olar. Niyə Türkiyə bu ölkələr üçün çox vacibdir? Çünki bilirsiniz ki, Türkiyə hər şeydən öncə tarixə nəzər saldıqda xristianlıq üçün çox önəmli bir coğrafi ərazidə təşəkkür tapmışdır. Bu isə hər zaman istəyir xristianların, həm də yahudilərin narahatçılığına səbəb olmuşdur. Və uzun illər, tək son 10 ilin, 15 ilin, 20 ilin məsələsi deyil, əsrlər boyu